Salam yoldaşlar, mən Fərid Əliyev, FES Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi. Bugün sizlərlə həmcins üzvlər haqqında danışacağıq. Həmcins üzvlər. İzaha keçmədən öncə bir məlumatı nəzərinizə çatdırım ki, bizim tam sıfırdan yeni qruplar, həm Azərbaycan dili, həm də ədəbiyyat fənni üzrə dərslərimiz başlayır. Əgər sizlər də yeni tədris ilinə 1-0 öndə başlamaq istəyirsinizsə, növbəti tədris ilində belə deyək, növbəti imtahanlarda daha yaxşı nəticə göstərmək istəyirsinizsə, indidən həmin qruplara qoşulub 3 ay yayı səmərəli şəkildə keçirə bilərsiniz. Bunun üçün FES Akademiyanın 077 598 3800 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Demək, həmcins üzvlər. Gəlin görək həmcins üzvlər nədir? Bax, həmcins sözün özündə nə var? Yəni həmcins. Yəni bunların cinsi eynidir. Tərif olaraq belə bir nəticə çıxarda bilərik ki, cümlədə eyni üzvlə nə etməlidir? Əlaqələnməlidir. Eyni cümlə üzvü olmalıdır. Eyni suala cavab verən bərabər hüquqlu üzvlərdir həmcins üzvlər. Demək, həmcins üzvlər nə oldu? Eyni üzvlə əlaqələnən, eyni cümlə üzvü olan, eyni suala cavab verən bərabər hüquqlu üzvlərdir. Bütün cümlə üzvləri, yəni keçdiyimiz bütün cümlə üzvü, mübtədası olsun, xəbəri olsun, tamamlığı olsun, təyini olsun, zəfliyi olsun, hamısı həmcins ola bilir. Həmcins üzvlər yadda saxlayır. Demək, bütün cümlə üzvləri, yazaq bunu, bütün cümlə üzvləri nədir? Həmcins olur. Daha sonra yadda saxlayırıq. Həmcins üzvlər tabesizlik bağlayıcıları və intonasiya ilə əlaqələnir. Demək, həmcins üzvlər dedik ki, tabesizlik bağlayıcısı, bir də ki, intonasiya. Bağlayıcı bilirik hansı bağlayıcılardır. İntonasiya dediyimizdə ki, təbii ki, vergüldən. Yəni, nə deməkdir? Məsələn, deyirəm ki, bir nümunə yazaq. Əli və Vəli qardaşdırlar. Düzdürmü? Qardaşdırlar. Kim Vəli, kim Əli. Burada nə var? Mübtədalar da həmcins. Düzdürmü? Əli, Vəli. Nə ilə bağlanıb? Bağlayıcı ilə və bağlayıcı ilə. Yəni, bağlayıcı da ola bilər. İntonasiya da ola bilər təbii ki. Məsələn, deyək ki, kitabı, vergül, qələmi mənə ver. Düzdürmü? Ver kimə? Mənə nəyi ver? Qələmi ver, nəyi ver? Kitabı ver. Aydındır mı? Yalnız intonasiya ilə deyək ki, bağlanıb, əlaqələnib. Daha sonra həmcins üzvlərdə yadda saxlayırıq nələri? Əsas məsələ nədir? Dedik ki, bütün cümlə üzvləri həmcins ola bilir. Mübtədasından tutmuş, yəni baş üzvlərdən tutmuş ikinci dərəcəli üzvlərə qədər. Bir dənə burada təyinlərdə diqqətli olmaq lazımdır. Təyinlər həmcins də ola bilir, qeyri-həmcins də ola bilir. Aydındır mı? Daha sonra biz dedik ki, həmcins üzvlər nə olmalıdır? Eyni üzvlə əlaqələnməlidir, eyni suala cavab verməlidir. Aydındır mı? Məsələn, dedik ki, Əli və Vəli qardaşdır. Düzdürmü? Əli ilə Vəlinin sualı nədir? Eynidir də. Kim? Əli, kim? Vəli. Hər ikisi nə ilə əlaqələnir? Xəbərlə. Düzdürmü? Və yaxud da ki, deyirəm ki, Əli gəldi, vergül, Əli gəldi, sonra getdi. Gələn kimdir? Əli, gedən kimdir? Yenə də Əli. Hər iki xəbər nə ilə əlaqələnir? Eyni mübtəda ilə. Düzdürmü? Suallarına da fikir versək, eyni suala cavab verir. Gəldi, nə etdi? Getdi, nə etdi? Aydındır mı? Və buna görə deyirik ki, cümlənin həmcinsliyi. Yəni, buradakı xəbərlər nədir? Həmcinsdir.
Birinci nümunədə isə mübtədalarımız Əli, Vəli, üçüncü nümunədə tamamlıqlarımız, zərfliklərimiz. Məsələn, deyirəm ki, kənddə də, şəhərdə də, məsələn, vəziyyət eynidir. Düzdürmü? Eynidir. Nə? Vəziyyət harada? Şəhərdə, harada? Kənddə. Aydındırmı? Zərfliklərdir və zərfliklərin biz burada nəyin görürük? Həmcinsliyin görürük. Zərfliklərdə bir dənə diqqətli oluruq. Nələrdə? Əgər zərfliyin belə deyək də 6 məna növü var da. Zərfliyin biri deyək ki, tərz hərəkət zərfliyi, digəri zaman zərfliyi olarsa, bunları biz həmcins götürə bilmərik. Aydındırmı? Amma məsələn deyirəm ki, o sürətli və cəld hərəkət edirdi. Düzdürmü? Hərəkət edirdi. Kim? O. Necə? Nə cür? Nətər? Sürətli? Nətər? Cəld. Bax, hər iki zərfliyin mənim nədir? Tərz hərəkət zərfliyidir də, düzdürmü? Demək həmcinsdir. Yox, bunlardan biri deyək ki, sürətli tərz hərəkət zərfliyidir. Digəri olsa məsələn zaman zərfliyi və yaxud da ki, yer zərfliyi, miqdar zərfliyi fərq eləmir də. Yəni zərfliyin məna növləri fərqlidirsə, onları biz həmcins götürə bilmərik. Yəni zərfliklərin ya hamısı eyni məna növündə olmalıdır ki, mən onlarda həmcins götürə bilim. Aydındırmı? Demək, mübtədanın həmcinsliyinə aid nümunə yazdıq, tamamlığın yazdıq, xəbərin yazdıq, zərfliyin yazdıq. Gəldik təyinə. Təyinlər dedik ki, təyin həmcins də ola bilər. Düzdürmü? Qeyri həmcins də ola bilər. Həmcins təyin nədir? Qeyri-həmcins. Rahatdır. Yəni, həmcins təyinlərdə nə olmalıdır? Bu iki vasitədən biri olmalıdır. Ya vergül, deyək ki, ya da deyək ki, bağlayıcılar. Nə demək? Qeyri-həmcins təyinlərdə isə bu dediyimiz ki var, yəni vergül, bağlayıcı nədir? Olmur. Minus yazıram. Məsələn, deyirəm ki, qırmızı və sarı gülləri xoşlayıram. Düzdürmü? Xoşlayıram. Nəyi? Gülləri. Necə güllər? Hansı gülləri? Sarı. Hansı gülləri? Qırmızı gülləri. Düzdürmü? Bax, eyni üzvlə, hər iki təyinim eyni üzvlə nədir? Əlaqələnib də və hər iki təyinim də eyni suala cavab verib. Aydındırmı? Və aralarında nə görürəm? Bağlanma vasitə, əlaqələnmə olaraq bağlayıcı görürəm. Demək, burada təyinlərim həmcinsdir. Amma mənim cümləmdə həmcinslik, belə deyək, həmcins təyinə oxşuyar, amma arasında vergülü və yaxud bağlayıcını görməriksə, bu zaman biz ona deyəcəyik qeyri-həmcins təyinlər. Məsələn, qeyri-həmcins təyinə dair bir dənə nümunə yazaq. Deyək ki, qıvrım saçlı qız. Qıvrım saçlı qız gəldi. Gəldi. Kim qız? Hansı qız? Saçlı. Hansı qız? Qıvrım saçlı. Aydındırmı? Təyindir. Hər ikisi təyindir. Amma mən bu təyinlərin arasına baxsam, bax bura, bu hissəyə. Mən burada nəsə görmürəm ki, ya bağlayıcı görmürəm və yaxud da ki, deyək ki, vergül görmürəm, intonasiya görmürəm. Demək, mən bu təyinlərə deyəcəm. Necə təyinlər? Qeyri-həmcins təyinlər. Yəni, həmcinslik budur. Həmcinslikdə bir də nəyi yadda saxlayaq? Məsələn, deyək ki, bu nümunəni başqa cür yazaram. Yəni, əvvəldən təhlil eləməyin. Ona görə deyirik ki, cümlə təhlil eləyəndə sağdan sola gəlin, soldan sağa getməyin. Məsələn, deyək ki, qırmızı və sarı gülləri
dərəndə bağban əsəbiləşdi. Bax, əsəbiləşdi kim? Bağban. Düzdürmü? İndi bu qalsın. Əvvəldən eləsəydik necə eləyərdi? Yəni ilk öncə belə eləyərdik də. Qırmızı, bu rəngi dəyişim. Aha. Deyək ki, belə yanaşardıq. Belə eləməyin. Yəni qırmızı və sarı. Belə götürüb, yəni həmcins təyin deməyin. Həmcins təyin var. Təyinləri belə deyək də. Görək burada müstəqil şəkildə cümlə özü funksiyasında çıxış. Yoxsa bəlkə tərkibə aiddir. Söz birləşməsinin daxilindədir. Aydındırmı? Baxaq, əsəbləşdi kim? Bağban. Nə vaxt bağban əsəbləşib? Demək ki, qırmızı və sarı gülləri dərəndə. Və gördüm ki, bu cümlədə deyək ki, təyinlər müstəqil şəkildə nədir? Həmcinsdir. Yəni müstəqil cümlə özünün həmcinsliyi mən bu nümunədə görmürəm. Aydındırmı? Bu tipli məqamlarda diqqətli olun. Daha sonra bir məqamı da nəzərinizə çatdırım. Yəni biz deyirik ki, normalda həmcinslər, həmcins üzvlər eyni belə deyək suala cavab vermir. Amma bəzən yəni həmcinsli nümunədə olar, eyni suala cavab verir. Yəni həmcins üzv eyni suala cavab verməyə bilər. Məsələn, deyək ki, biz də onun halına, deyək, belə bir nümunə yazaq. Onun halına biz də dağlar da ağlayırdı. Dağlar da deyək ki, ağlayırdı. Ağlayırdı. Kim? Biz. Dağlara kim deyə bilmirik də, düzdürmü? Dağlar nə ağlayırdı? Dağlar. Aydındırmı? Yəni fərqli suala cavab verə bilər. Təbii bu istisna olaraq deyək ki, bu tipli nümunə ola bilər. Amma təbii ki, sizə düşməyəcək. Yəni düşməyəcək deməyək. Yəni ola bilər də. Yəni baxanda onsuz da bilirik də. Yəni bizim sualı nədir? Kim? Dağ, dərə. Düzdürmü? Nələr ağlayırdı? Dağlar ağlayırdı. Sual fərqlidir. Yəni biz bunu görürük. Belə yoldaşlar, demək cümlənin həmcins üzvləri haqqında bu qədər. Növbəti videolarda görüşərik. Sonunda da yenə də bir məlumatı nəzərinizə çatdırım ki, əgər siz də 3 ay yayı yəni səmərəli şəkildə keçirmək istəyirsinizsə və yeni tədris ilində belə deyək, digər abituriyentlərdən, şagirdlərdən fərqlənmək istəyirsinizsə, ən əsası il sonunda nəticənizin daha yaxşı olmağını istəyirsinizsə, sizlər də 077 598 38 00 nömrəsi ilə əlaqə saxlayıb dərslərimizə qoşula bilərsiniz. Həm ədəbiyyat, həm də ki, Azərbaycan dili fənni üzrə. Belə bu qədər. Sağ olun.